Dövlət Məşğulluq Agentliyi Cəbrayıl və Laçın rayonlarında növbəti əmək yarmarkaları keçirib. Yarmarka Cəbrayıl, Qubadlı, Zəngilan və Laçın rayonlarında Prezidentin xüsusi nümayəndəliyinin dəstəyi ilə təşkil edilib. Laçında keçirilən yarmarkada 9 işə götürən tərəfdən 213 vakansiya təqdim olunub. Onların sırasında həkim, elektrik, xəzinədar, aşbaz, sürücü, təsərrüfat işçisi, ofisant, qeydiyyatçı, gözətçi və s. kimi vakansiyalar yer alıb. Bu əmək yarmarkasında 9 müəssisə, 6-sı dövlət, 3-ü özəl olmaqla 213 vakansiya təqdim etmişdilər. Məlumat üçün onu da bildirim ki, minimum əmək haqqı 450, maksimum əmək haqqı 2000 manat olmaqla vakansiyalarımız vətəndaşlara təqdim edilmişdir. Biz 21 vakansiya ilə iştirak elədik. Vakansiyalarımızın əksəriyyəti həkim və tibb işçiləridir, amma qeyri-tibbi ixtisaslar üzrə, peşələr üzrə də vakansiyada iştirak elədik. Xeyli müraciətlər oldu. İndi biz o müraciətləri dəyərləndirib, Laçın şəhərinə köçmüş sakinlərin əmək məşğulluğunun təmin olunmasında öz xidmətimizi göstərəcəyik. 180-dən çox vakansiya ilə müraciət eləmişik. Qəbul, qeydiyyat üzrə, mətbəx üzrə, təmizlik üzrə, daha sonra iaşə xidməti üzrə vakansiyalara ehtiyacımız var. 100-dən çox müraciət edən oldu. Onların hardasa 100-ə yaxın qeydiyyatını götürmüşük. İkinci mərhələndə uğurla başa vuran vətəndaşları biz həmin vakansiyalarına işlə təmin edəcəyik. Keçirilən əmək yarmarkasında vakansiyalara müraciət elədim. İxtisasım iqtisadiyyat sahəsidir. Oteldə və tikinti, təmir, bərpa işlərində olan bölmədə maliyyə sahəsinə müraciət etdim və uğurla nəticələnəcəyini dedilər. Şəxsən mənim özüm üçün ən önəmli olan və mənim üçün məqsədə uyğun olan belə bir layihə ilə rastlaşdım burada. Laçın istirahət mərkəzi otelçiliklə bağlı. Burada koordinator, menecer pozisiyaları var. Həmin o pozisiyalarda, o vakansiyalarda mənim kimi Laçınlarım yerləşdirilsə, inanıram ki, Laçına gözəl töhfə vermiş olarlar. Cəbrayılda baş tutan yarmarkada isə 13 işə götürən tərəfindən 100-dən çox vakansiya təqdim olunub. 19 sayılı tikinti təmir idarəsində kadrlar şöbəsində çalışıram və bizim Dövlət Məşğulluq Agentliyindən bir ildən artıq çoxdur ki, əməkdaşlığımız var və biz keçən illəri Zəngilan rayonunun Zəngilan Ağalı kəndində işçi yarmarkasında iştirak eləmişdik orada da. Bizim çox sayılı vakansiyalarımız vardı və biz orada bir neçə işçi qəbul elədik və bu gün də Cəbrayıl şəhərindəyik. Yenə də bizim 11-ə yaxın vakansiyamız var. Tədbirə qatılan sakinlərə vakansiyalar, iş öhdəlikləri barədə məlumat verilib, vakansiyalara uyğun namizədlərin qeydiyyatı aparılıb. Sakinlərə həmçinin icra olunan məşğulluq tədbirləri barədə də məlumat verilib. Qeyd edək ki, Böyük Qayıdış proqramına uyğun olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi işğaldan azad olunmuş ərazilərimizdə aktiv məşğulluq tədbirlərini davam etdirir.